Salam dostlar. YouTube üzərindən sponsorlu reklamları nəzərdə tutmuram. Bəzən müəyyən bir WhatsApp-a, qalereyaya və yaxud harasa daxil olanda qəfil reklamlar daxil olur. Cürəbəcürə tanış olan reklamlardır. Yəni ki, biz istəmədən belə daxil olurlar və heç yerə daxil olmağımıza imkan vermirlər. Bunun qarşısını almaq üçün buna deyilir reklam virusu. Yəni mən 10-15 gün bundan əziyyət çəkdim. Sözün doğrusu format etmək istəmirdim telefonumu deyə çox araşdırdım. Azərbaycanın YouTube səhifələrinə baxdım, dolğun məlumat tapa bilmədim. Tapırdımsa da çox qısa idi və tam təmizlənmirdi. Və təsadüfən çox az baxışı olan bir türk blogerinin səhifəsini izlədim və orada mən bunu məlumatlandım. İstədim Azərbaycan versiyasını da çəkim. Demək, parametrlərə daxil oluruq. Burada proqramlar var və yaxud türk dilində uygulamalar deyilir. Bura daxil olduqda görəcəksiniz ki, burada sizə tanış olmayan demək proqramlar çıxacaq. Məndə hələ çox idi, bəzilərinin çoxunu pozmuşam, bəziləri qalıbdı, çəkmək üçün saxladım. Bunları girirsiniz və bunların hamısını bir-bir bloklayırsınız. Yəni çox rahatdır. Bunları blokladıqdan sonra telefonu format etməyə ehtiyac yoxdur və bununla da reklam virusları telefonunuzdan tam təmizlənəcək. Sağ olun.